Salam dəyərli abituriyentlər, xoş gördük əziz müdavimlər. Bugün mən sizə ERM nəşriyyatının sınaq toplusundan 10-cu sınağın 18-ci sualına aydınlıq gətirəcəm. Hər kəsə məlumdur ki, bu qədər işi sən tək necə görmüsən? Cümləsi haqqında səhv fikri müəyyənləşdirin suala keçməmişdən öncə. Məlumat verim ki, cümlə bitmiş bir fikri bildirir. Bu onu söz və söz birləşməsindən tamamilə fərqləndirir. Və cümlələr quruluş baxımından iki qrupa bölünür. Sadə cümlələr və mürəkkəb cümlələr. Sadə cümlələr bir qrammatik əsası, yəni bir mübtəda və xəbərindən ibarət olub. Mürəkkəb cümlələr isə iki və daha artıq qrammatik əsaslı cümlələrdir. Mürəkkəb cümlələrdə tabeli və tabesiz baxımından iki qrupaya bölünür. Əlbəttə ki, bizim bu oxuduğumuz hal-hazır ki, bax bu cümlə tabeli cümlədir. Niyə görə? Çünki, baxın, tabeli cümlələrlə tabesiz cümlələri qarışdırmamaq üçün ən birinci metodu isə nəyə öyrədəcəm? Hər kəsə məlumdur ki, görürsünüzmü, cümlə yarımçıq qaldı. Və bu cümləni tamamlamaqdan ötürü mütləq ikinci bir cümləyə ehtiyac olacaq. Hər kəsə məlumdur ki, nə məlumdur? Dayanıb duracaq. Bu qədər işi sən tək necə görmüsən? Bəli, ikinci cümlə ona neynədir? Aydınlıq gətirdi. Və deyəcəksiniz ki, müəllimə, burada ki cümlə bağlayıcısı olduğuna görə, bəli, baş cümlə əvvəl, yəni budaq cümlə isə neydi? Sonra işlənmiş olub. Bu da olacaq budaq cümləmiz. Həmişə də ox budaqdan başa doğru gedir. Bəli. Çünki yadda saxlayın, baş və budaq cümləni qarışdırırsınız. Deyirsiniz ki, müəllimə, ki varsa baş əvvəl budaq sonra olur. Xeyr, yadda saxlayın. Əgər ki, yəni zərflik mənasındadırsa, zaman zərfi cümləsi rolundadırsa, bu zaman budaq baş olacaq. Məsələn, yenicə evə gəlmişdim ki, qapının zəngi çalındı. Ümumiyyətlə, bu cümlələri bir-birindən ayırmaq istəyirsinizmi baş və budaq cümləni? Onda sual vermə metodundan istifadə edin. Hər kəsə məlumdur ki, sual verək, nə məlumdur? Əgər sual verə biliriksə bir cümləyə, bilin ki, o başdır. Sual vermədiyiniz cümlə isə budaq cümlədir. Və sadələşmə də həmişə budaqda gedir. Bu qədər işi sənin tək necə gördüyün hər kəsə məlumdur. Gördünüzmü? Sadələşdirdim də. İndi gəlin variantları oxuyaq. Bildik ki, bu cümlə mürəkkəb cümlədir, tabeli mürəkkəb cümlədir, baş əvvəl budaq cümlə işlənmişdir. Köhnə, yəni nəsil müəllimlər bunu bilir ki, əvvəllər biz bunları keçirdik. Mübtəda budaq cümlə, tabeli mürəkkəb cümlə, xəbər budaq cümlə, tabeli mürəkkəb cümlə. İndi növlər çıxarılıb. Hər kəsə məlumdur ki, nə məlumdur? Bəli, burada nə edirik? Artıq suala əsasən bildik ki, mübtəda budaq cümlə, tabeli mürəkkəb cümlədir. A variantında həm baş, həm də budaq cümlə genişdir. Bəli, hər kəsə məlumdur. Məlumdur xəbər kimə məlumdur? Hər kəsə. Geniş cümlə nədən ibarətdir? Mütləq ikinci dərəcəli üzvlərdən biri işlənməlidir. Artıq baş cümlədə varsa heç ikincini oxumağına ehtiyac yoxdur. Deməli, bu variant nədir? Axtardığımız deyil. Yəni, bunu çıxırıq. İkinci, baş cümlə ismi xəbərli, budaq cümlə feili xəbərlidir. Baş cümlə məlumdur, ismi xəbərlidir. Görmüsən, feili xəbərlidir, tamamilə doğrudur. Yəni, bu da bizim axtardığımız cavab deyil. Cümləni sadələşdirmək mümkündür. Bayaq sadələşdirdim. Bu qədər işi sənin tək necə gördüyün hər kəsə məlumdur. Bəli, bunu da sadələşdirdim. Bu da bizim axtardığımız variant deyil. D-yə baxırıq. Budaq cümlənin xəbəri nəqli keçmiş zamanda olan feilli ifadə olunur. Bəli, görmüşsən, görmüsən formasındadır. Yəni, ixtisar olunub ş hərfimiz. Bəli, bu da axtardığımız cavab deyil. Növbəti, həm baş, həm də budaq cümlə şəxsiz cümlədir. Xeyr, şəxsiz cümlə deyil. Çünki burada artıq mənim iş görənim də məlumdur. Yəni, hər kəsə məlumdur. Kimə məlumdur? Hər kəsə məlumdur. Yəni, artıq burada şəxsiz cümlə kimi götürə bilmərəm. Bu qədər işi sən tək görmüsən. Kim görüb? Sən görmüsən. Bu cümləni də şəxsiz cümlə kimi götürə bilmərəm. Deməli, testimizin axtardığımız variantı hansıdır? Y variantıdır.